burada qrafiklərlə işləyəcək. Hansı ki, baxın, bizə sual verib. Deyir ki, bunların işarəsini müəyyən elə. Uşaqlar, C nöqtəsi dedim ki, Y oxunu kəsən nöqtədir. Ona görə deyirsiniz ki, C-nin qiyməti Y-in müsbət istiqamətindədir, sıfırdan yuxarıdadır. Ona görə C-nin işarəsi müsbətdir. Keçirəm bu nöqtəyə. Bu nöqtə bir nöqtədə kəsibsə diskriminant nəyə bərabər olmalıydı? Sıfıra. Bəli, bərabərdir 0. Sonra A-nın B-nin qiymətlərini verib. İndi A-nın B-nin qiymətlərinin tapılması haqqında deyəcəm. A-nın qiyməti işarəsi deyək də, qiymət deməyək. İşarəsi, əgər dedim şükür eləyirsək, işarəsi nədir? Müsbət. Müsbət böyükdür 0-dan. İndi gəlin B-ni necə tapırlar ona baxaq. Uşaqlar, B-ni tapmaq üçün M-in düsturundan istifadə edirlər. M bərabərdir. Mənfi B bölünsün 2 düsturumuz var. Yoxlayaq görək. Deməli, M-imizin qiyməti X-in müsbət istiqamətindədir. Deməli, M-in qiyməti müsbətdir. Bunun təpəsinə yazdım müsbət. A-nın qiyməti də müsbətdir. Çünki dedim axı bu yuxarıdırsa şükür eləyir. Yaxşı. Əgərləri bu mənfiyə kimsə təsir eləməlidir ki, sonda cavab müsbət alınsın da. Bu mənfiyə bu müsbət təsir eləyəndə cavab mənfi çıxacaq. Deməli, məcburən B-yə mənfi deyirsən ki, bu mənfi gəlib bu mənfiyə təsir eləsin ki, sonda cavabın müsbət olsun. Çünki aralarında bu nə deməkdir? Mənfi 1 vurulsun deməkdir də. Mənfi 1-in mənfi nəyəsə vurursan ki, sonda müsbət cavab alasan. Ona görə deyirsən ki, B-nin işarəsi burada 0-dan kiçikdir.